30 Ramazan 40 tövsiyə kitabı 1-ci hissə. Ramazanın əhyası üçün 40 tövsiyə. Burada 40 tövsiyəyə nəzər salacağıq ki, bunların da Ramazanın ən gözəl şəkildə dəyərləndirilməsinə vəsilə olacağını düşünürük. Əvvəldən qeyd edək ki, bunların hər biri bir vəsilə kimi dinimizdə tövsiyə oluna bilər və insanın əsl qayəyə yönəlməsinə xidmət edir. Ramazan ayını dəyərləndirmək üçün göstərdiyimiz 40 vəsilə arasında ümumi fikir və şərhlər olduğu kimi, din adamlarının İslama xidməti özünə vəzifə bilən hər bir müsəlmanın marağını çəkən təkliflər də yer alır. Həmçinin bu vəsilələr arasında dinin əmrlərinə ciddi yanaşanları təşviq edən, insanı Qurana daha çox diqqət ayırmağa yönəldən xüsuslar olduğu kimi, sırf qadın və uşaqlara aid məsələlər də vardır. Bu 40 vəsiləyə keçməzdən əvvəl bir neçə məqamı vurğulamaq istəyirəm. Ramazan ayının əhya edilməsi ilə bağlı təqdim edilən təkliflər mümkün qədər yığcam şəkildə verilmişdir. İzaha ehtiyac olmayan bəzi təkliflərin sadəcə mahiyyətini qeyd etməklə kifayətləndik. Qeyd edək ki, verilən tövsiyələr arasında geniş yayılmış, məlum və təkrar məsləhətlər də ola bilər. Bu da məsələnin daha dərindən anlaşılması üçün təkid və yeniləmə xarakteri daşıyır. Müəyyən məsələni tam izah etmək üçün də bəzi yerlərdə təkrarlara yol verilmişdir. Təkrarların bir səbəbi də bir tövsiyənin bir neçə yerdə tətbiq olunmasıdır. Qat-qat savaba vəsilə olan belə bir aya aid bəzi ibadətlərin təkrar vurğulanması olduqca təbiidir. Bu tövsiyələrə bir sıra yeni fikir və məsləhətlər də əlavə etmək mümkündür. Allah Rəsulu sallallahu aleyhi və səlləm Ramazana yetişmək üçün Rəcəb və Şaban aylarında dua edərdi. Allahım, Rəcəb və Şaban aylarını bizlər üçün bərəkətli et və bizləri Ramazana qovuşdur. Buna binaən deyə bilərik ki, Peyğəmbərimiz Ramazanı dəyərləndirmək üçün 1-2 ay əvvəldən hazırlıqlara başlamışdır. Ramazan ayını əhya etmək, ona əvvəlcədən hazırlaşmağı zəruridir. Mənən səfərbər və hazır olduğumuz təqdirdə Ramazanı əhya etmək daha əlçatan görünər.